geçti gün gün oyandı her tarafa uyandı. Derdimden neçe olan yanar o da yalandı. Ben gülen gözümden hiç zaman solmaz. Benim kimi güzellik böyle sevmeme olmaz. Gülen hiç zaman solmaz. Benim kimi güzellik böyle sevmeme olmaz. Dağlarda dört sevenler, ağaçta var severler. Kızına çok güvenler, üstüne yar severler. Maşallah. Allah bereket versin. Yaşayışıma bax da mən. Bu günü kənddə kəsəkdə yaşayıram. Günümə bax. Paltar yumum, ev yığışdır. İşim gücüm elə ona bərək. Cəmaatın, arvadları bütün gün gəzməklərdədir. Nə tapmısan burada? Yaxşı da yenə başlama. Başa düşmürsən? Ay Qasım, yaşamaq istəmirəm də mən burada. İnsan nə qədər kənddə kəsəkdə qalar, hə? Gördün Vasif neynədi? Arvad uşağını götürdü, yığdı, getdi şəhərə. Yaxşı elədi. Bax, öyrən də. Arvadı bütün günü gəzməklərdədir. Bəxtəvərin qızı. Statuslarını da görürəm. Elə o statuslar evimiz yıxan. Bura bizim evimizdir. Elimizin ovamızın içindəyik. Şükür Allah'a bir tikə çörək tapırıq yeməyə. Daha nə lazım deyə insana yaşamaq üçün? Rahat yaşayırıq da. Yaşamaq? Sən buna yaşamaq deyirsən? Biz nəfəs alırıq, nəfəs. Nəfəs almaq başqa, yaşamaq başqa. Heç onu da düz əməlli başda ala bilmirik sən bu iyləmiş şorvun əlindən. Adını da kişi qoymuşsan. Kül sən kişi başına. Rəna, son vaxtlar yaman gündəmi zəbt etmirsən. Sənə deyim, trendlərdə alt-üst eləyirsən. Yəni, sözün əsl mənasında populyarlıq qazanmışsan. Sözünə qüvvət, Təmrazım, hətta sosial şəbəkələrdə belə çox məşhursan. Düşünürəm, bu bir şansdır. Sən hal-hazırda canlı ifanı hər kəsə göstərə bilərsən. İsa, bilmirəm niyə, amma son vaxtlar deyirlər ki, canlı oxuya bilmir. Eşitmişəm. Hə, canlı oxuya bilmirsən, amma mən deyərdim ki, bu da hal-hazırda tam fürsətdir, yerinə düşüb. Buyur, özünü göstər, öz məharətini göstər. Nə oldu? İstəyirsən mən sən yerə canlı oxuyum? Sənə söz veriləndə danışarsan. Sənə söz verilib də niyə oxumursan? Məni heç kəs sınağa çəkə bilməz. Ürəyim istəsə oxuyaram. Gəlin bu qədər aqressivləşməyək. Biz efirdəyik. Burada kimisə dalaşdırmağa, bizim belə dalaşmaqla reytinq yığmağa sözün əsl mənasında ehtiyacımız yoxdur. Bu sadəcə bir şansdır, imtahan deyil. Bu tür səni izləyənlərə özünü göstərə bilərsən. Gənclər, bilirsiniz ki, mən sizi çox istəyirəm. Sizin xətrinizə görə də gəlmişəm. Qarşılıqlıdır, buna şübhəmiz də yoxdur. Bilirsiniz ki, getdiyim efirlərdə də qonaqları seçirəm. Amma məni məcbur eləməyin ki, efiri tərk eləyim. Yox, efir tərk etmək lazım deyil. Lazım deyil. Sevinç. Nə deyək? Sevinç dayan. Nə var? Nə var? Nə istəyirsən? Deyinməklə məsələ həll olunmur. Məsələn, sən əl eləməlisən, ay Qasım. Papağımı qoy qabağıma, otur fikirləş. Sevinç, bax, yay qabağı kirayədə qalmaq istəyənlər çoxalır. Biraz pul yığım, söz verirəm. Səni də oğlumuzla götürüb
Çünki Dimulyanın möhtəşəm ideyası var. Nə tapmısan yenə? Pirqatovlis! Soyunursan balam! Ay qız yavaş. Bəsdir də. Ha, yox. Narahat olma. Bilirəm, bilirəm. Axşama çatacam toya. Düzdür, biraz səsmə nasıl olub? Süddən zaddan içərəm düzələr. Şu uzağa fonogram oxuyaram da. Yaxşı, yaxşı. Oldu, sağ ol. Gedirsiz? Özüm gedirəm. Ruhum burada qalır. Elə adamlar da var ki, özü buradadır, ruhu şəhərdə. Şəhər həyatı başqadır, o heç. Mən deyəsən bu kəndə yeni gələcəm. Yəqin ki, qalmağa yer taparam da. Niyə tapmırsınız ki? Əlbəttə taparsınız. Mənə şəxsi nömrə özü verə bilərsiniz. Şəxsi nömrəmi neyinirsiniz? Buranın nömrəsi var da. Nəsə lazım olsa, yığarsınız. Yəqin məni müğənni kimi tanıyırsan. Darıxanda nəsə sözün olsa, mənə yaza bilərsən. TikTok-a vəzf edə bilirəm. Hardan bilirsən? Bilirsiniz. Tez-tez səhifəmə girib baxırsan. Sən şəhərdə yaşamaq layiqsən. TikTok'da gördüklərini real göstərərəm. Fikirləş.